uzun çəkən kəşfiyyatlardan sonra Lənkəranda nəhayət ki, elə bir otel tapdım ki, həm özümə qalmağa, yəni ki, ləzzət elədi də, həm də kiməsə tövsiyə edə bilərəm. Bu otelin adı Starway-dir. Starway, yadınızda saxlayın. Lənkəran şəhəri Starway. Əgər siz Lənkərana gəlirsinizsə hansısa bir işgüzar səfərə, yəni bu inanın mənə, sınadım da, çox yeri burada sınadım. Ən ideal variant hələ bax bu Starway otelidir. Digər otellərdən savayı hələ burada birinci nə mənim diqqətimi cəlb etdi ki, burada lift var. Yəni bundan qabaq bir neçə otellərə getdik, orada lift yox idi. Bax biri bu. Foyeye daxil edəndən sonra əgər hansısa bir qeydiyyat işləri aparılırsa, düz foyenin yanında bax bu cürlə qəşəng bir dənə bax belə bir sahə var. Bax belə, elə bil ki, diri bir yerdir də. Hətta burada bax belə quşlar da var. Bax gördüyünüz kimi. Yəni burada oturub siz o müəyyən prosedurları gözləyə bilərsiniz. Bu otelin 5-ci mərtəbəsi lap bax belə unikal görünür. Bax fikir verin bura. Bura girirsiniz. Elə bir içəridə yekə bir gəmi var. Yəni ki, orta əsrlərə məxsus olan friqat tipli bir gəmi. Sözsüz ki, bu gəmidən deyir ki, siz onun üstünə minib bir səyahət edəsiniz. Amma ki, həmən o, yəni ki, gəminin içəridəki ərazisi bir yekə bir kabinet kimi, yəni restoranın nəzrində olan bir kabinet kimi istifadə olunur. Həmçində, bax, burada fikir verin, mən sizə göstərim. Bu Karib adalarının piratları kinosundan bax bu cürlə personajların rəsmləri bax divar boyu yerləşdirilib. Bax bu cürlə istirahət sahəsi. Bax fikir verin, bax bu tərəfə. Yəni çox doğrudan da belə bir orijinal, qeyri-adidir. Bu isə bax buranın səhər yeməyi zonası. Səhər yeməyi üçün bax bu cürlə geniş bir restoranları var. Yəni İsveç stolu, İsveç masası usulu ilə hər kəsən yaxınlaşır. Ürəyi istəyən yəni yeməyi götürür. Digər otellərdəki kimi yox. Lənkəranda burada indiyə kimi gördüyüm oydu ki, qabağına adamın bir dənə yumurta, bir dənə sosiska qoyurlar, biraz da yağ, pendir və salam. Burada biraz başqa cürdür. Tam şəkildə başqa cürdür. Bu çay sahəsi. Çay deyəndə çay, kofe və digər bax belə şirniyyatlar. Hər bir şey var burada. İsti sıyıqlar, bax deyəsən bu süddə vermişirlər. Bu da deyəsən manna qrupasından olan bir sıyıqdır. Bax burada yumurta qızarılmış sosislə, pomidor yumurta adətən ənənəvi olaraq. Bu cürlə kükür, kartof, qarabaşaq. Bu isə soyuq, yəni ki, kalbasa, sosis, meyvə, qızarmış yumurta, sosis, kalbasa məmulatları. Yəni kalbasa məmulatları bilirsiniz də populyardır. Yəni bu dəqiqə oteldə qalanların sayı az deyil, yəni qalmır, yeyilir. Buna görə yarımçıqdır. Bu tosterın olması, yəni hər bir şəkildə göstərilir ki, burada çox yəni momentlər fikirləşilib müştərilər üçün. Uşaq üçün xüsusi oturacaq. İndi əsas məsələ mən sizə göstərəcəm buranın otaqlarının içini. Keçirik bax otağa, görürsünüz. Necə qəşəng, geniş. Əvvəlcə ümumi fon göstərəcəm sonra sizə. Sonra detalları. Bax, bir dənə bu rakursdan sizə çəkim, baxın. Bax, bu rakursdan bir dənə burada fikir verin. Yəni, çox geniş, təmiz, yəni içərdən heç bir pis bir qoxu gəlməyən, yəni ki, bir otaqdır. Bundan qabaqki oteldə olduq, orada heç soyuducu da yox idi. Burada gördüyünüz kimi soyuducu, yəni televizor, bir masa oturmaq üçün, axşam vaxtı məsələn nəsə oturub çay içmək, söhbət eləmək, o da mövcuddur. Sonra bax çox xoşuma gəldi. Bunlarda Wi-Fi zonalara bölünüb və hər zonanın öz QR kodları var və hamısı bu göstərilib. Görürsünüz, yəni oteldə, divarlarda hər bir şey göstərilib.
Əsas işıqlandırmadan başqa bax bu cür işıqlanma da var. Özü də ki işləyir hamısı, yoxlamışam. Dolabda baxın, dəsmallar bax bu şəkildə yığılıb. Asılacaq isə bir də bax şəpşəpi deyək də amma şəpşəpi hətta yuxarıda görürsüz, o balaca bir qara bir şey görürsüz. O da ki ayaqqabı silmək üçün. O da var. Ayaqqabı geyinmək üçün rajok da var. Yəni xırda şeylərdir, amma inandırım sizi çox lazımlı bir şeylərdir bunlar. Oteldə ümumiyyətlə bax bu cür sayınlar çoxdur, yəni bildirişlər, fövqəladə hallarda özünüzü necə aparmalısınız. Yəni siqaret çəkmək olmaz. İndi isə sizə sanitar qovşağı olan, yəni tualet sahəsini göstərəcəm. Çox ergonomik, yəni normal. Bir dənə artıq bir şey yoxdur. Hər şey lazım olan şeylərdir ancaq. Bax içəri daxil oluram, gördüyünüz kimi. Yəni təmizdir, çox təmiz. Yəni qəşəng, təmiz. Fikir verilir təmizliyə. İlk dəfə bu neçə vaxtdır rayonları gezirəm, gördüm ki, tualet kağızı öz yerindədir. Bax fikir verin, bax dediyim kimi də bu cür bildirişlər burada çoxdur. Həmçində tualet sahəsi, yəni siqaret çəkmək üçün də bir sahə kimi istifadə olunur. Bu barədə də sizə bildiriş yazılıb və hava çəkmə ideal vəziyyətdə işləyir. Yəni buna görə narahat olmaya bilərsiniz. Baxın, fikir verin, yəni bütün bax hər yer sizə müəyyən bir xəbərdarlıq verir. Bu da çox qəşəng bir şeydir. Bu duş qəbul etmək üçün sahə fikir verirsiniz. Yəni əla. Açığı desəm, yəni hələ ki indiyənə kimi, yəni Lənkəranda gördüyüm otellər siyahısında məncə Starway nömrə 1-dir. Hə, köhnələr. Ümidvaram ki, bu Starway otelin təqdimatı mənim tərəfimdən sizə xoş oldu. Hamınıza tövsiyə edirəm. Yəni mənə inanın, mən bu Lənkəranda bir neçə otel gezdim. İşgüzar səfər üçün əgər ayaq saxlamaq istəyirsinizsə, Starway seçimi ən gözəl seçimdir sizin üçün. Qəlbdən qəlbə Lənkərandan Starway otelində.